Buraxılış imtahanına hazırlaşırsan, onda bu izaha baxmadan keçmə. Hansı cümlələr yərik-allı isim ilə başlayır? Gəlin diqqətlə baxaq. Körpənin gülüşü hamını sevindirmişdi. Körpənin gülüşü. Düzdür, burada yərik-al var, amma biz bunu götürə bilmirik. Səbəbi odur ki, körpə isim deyil, sifətdir. Bizdən yərik-allı isim istəyir. Ona görə biri çıxırıq. Biri variantlardan da silsək, A variantı, C və Y variantları gedir. Hoqqabazın yeni nömrəsini bəyəndik. Hoqqabazın nömrəsi, düzdür, burada yərik-al var və yərik-allı isimdir. Bunu götürürük. Fitnəkarın əməlləri öz başına çatladı. Fitnəkarın əməlləri. Yenə də bizdən yərik-allı isim istədiyinə görə üçü də çıxırıq. Gözəlliyin əziyyəti də çox olar. Gözəlliyin əziyyəti yərik-aldadır və gözəllik isim olduğuna görə 4-ü götürürük. İstiliyin bizə bir faydasını görmədikdə. İstiliyin faydası və istilik isim olduğuna görə cümlədə yərik-allı isimlə başladığına görə 5-i də götürürük. Doğru cavabımız olur 2, 4, 5. D variantı.